Edelim ki, hər şey aydın olması üçün axıra qədər baxın. Əgər yox, fərdi qaydada məsləhət istəsəniz, qeyd olunan telefon nömrəsinə yalnız WhatsApp-a səs göndərməklə hüquqi məsləhət ala bilərsiniz. Hüquqi məsləhətin verilməsi YouTube kanalına abunə olan şəxslər üçün 10 manatdır, hörmətli izləyicilər. Nəzərəm, və yəni keçən mövzuya. Amma mövzuya keçməkdən əvvəl sizdən xahiş edirəm ki, həm də ona görə videonu bəyənin ki, mən əyri şəxs olduğuma görə Zaur Seyidzadə, yəni əyri arabasında olduğuma görə, əyri təkətinin rəhbəri olduğuma görə və hüquqşünas olduğuma görə dünyanın 40 tanınmış əyriləri haqqında kitab hazırlamışam. Motivasiya kitabıdır, maraqlı kitabıdır. 20 manat satıram. Bəyənin zəhmət olmasa qoy hamı bilsin. Eyni zamanda abunə olun, hörmətli izləyicilər. Və bəyəni keçən mövzuya. Və onu da qeyd edin ki, hörmətli izləyicilər, mən bir yer açmaq istəyirəm. Həmin orada əyri dostlarıma hər işini satın. Həmin də ki, belə deyək, hüquqi yardım gözlədim. Bunun üçün də iyanı yığın. İyanı yığılmasında, yəni siz pul xərcləmədən mənə kömək edə bilərsiniz. Hörmətli izləyicilər, videonu bəyənin, YouTube kanalına abunə olun. Hər bir bəyənmə YouTube qanununa görə, YouTube'un öz qaydalarına görə bir köpək hesablanır. Əgər iyanə etmək istəsiniz, qeyd olunan kart nömrəsini edə bilərsiniz. Bəyəni keçdim mövzuya, hörmətli izləyicilər, diqqətlə baxın. Əvvəl hörmətli izləyicilər, sosial yardımdan bağlı məsələn münasibət bildirim. Əgər siz vərəsəli yoluna ev qəbul eləmişsinizsə, əvvəl qəbul eləmişsinizsə, əgər ondan başqa eviniz yoxdursa və həmin evdə digər vərəsəli yaşayırsa, ümumilikdə qazın, işığın, suyun və bütün xərcləri adam başı ayı 45 manatdan yuxarı keçmirsə və sosial yardım ala bilərsiniz. Yox, əgər keçirsə bu halda digər vərəsəlidə ayının üzvü kimi göstərməz, onların gəlirlərini göstərməz ki, yəni bir yerdə yaşayıq. Bu olmadığı halda və sosial yardım kəsə bilər. Hörmətli izləyicilər, necə? O ki, qarşı bayla bağlı məsələ, onu da fikir bildirəm ki, bank sizin əlinizdən hansı halda kreditə görə ev ala bilməz, diqqətlə baxın, videonu bəyənin, hörmətli izləyicilər və abunə olun. Deməli, qeyd edin ki, əgər siz vərəsəli yoluna əmlak əldə etmişsinizsə, adətən vərəsəyə vəfat etmiş şəxsin borcun banka ödəməlidir. Qəbul edilmiş mülkiyyət qiyməti qədər. Lakin məsələn, həmin şəxsin 40.000 banka borcu varsa, verdiyi mülkiyyətin qiyməti isə məsələn deyən 20.000-dirsə, bu halda 20.000-ni bank sizdən tələb edə bilər. Bəs hansı halda onu tələb edə bilməz? Onu indi qeyd edin, hörmətli izləyicilər. Mütləq qaydada əgər siz həmin evdə əvvəldən yaşayırsınızsa və sizin yeganə yaşayış evinizdirsə, vərəsəli qəbul etmişsinizsə, bank sizdən müsaade edə bilməz.